Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizinlə OTK-nın 2026-cı il 25 yanvar 11-ci siniflər üçün keçirmiş olduğu buraxılış sınaq imtahanının detallı izahına birlikdə baxacağıq. İzaha keçmədən öncə qeyd etmək istəyirəm ki, 8, 9, 10 və 11-ci siniflərlə hazırlıq qruplarımız davam edir. 56-cı sualda verilmiş cümləni passiv voice-a çevirmək tələb olunur. İlk olaraqdan cümlənin xəbərinə baxaq. Cümlənin xəbəri indiki davam edici zamandadır. Davam edici zamanlarda passive voice-a çevirərkən being əlavə olunur. Beləliklə, being olmayanları variantdan çıxardaq. D variantında being olsa da keçmiş zamandadır. Passive voice-u çevirərkən zamanı dəyişdirmək mümkün deyil. Doğru cavabımız Y variantı. 57-ci sualımızda sifət və yaxud da zərfin seçilməsi tələb olunur. Bilirik ki, feildən sonra zərf gəlir, sifət isə ismin qarşısında istifadə olunur. Beləliklə, doğru cavabımız A variantı. Çünki hər birisi feildən sonra istifadə olunub və zərf yazılmalıdır. 58-ci sualımızda person sayılan tək isimdir. Qarşısında ümumiyyətlə artikel verilmədən yazıla bilməz. Ən artikel də yazıla bilməz, çünki samitlə başlayır. İki variantdan biri olmalıdır. Gəlin ikinci boşluğumuzun digər tərəfinə baxaq. Burada səhərlərdən söhbət gedir. Sayıla bilən tək isimlərin qarşısında artikel istifadə olunar. Cəm isimlərdə istifadə oluna bilməz. Demək ki, doğru cavabımız B variantı. Daniel məlum bir şəxs olduğuna görə D artiklı yazılmalıdır. Burada isə ümumi şəkildə qışın soyuq səhərlərindən danışıldığı üçün heç bir artikla ehtiyac yoxdur. 59-cu sualımız mübtəda xəbər uzlaşmasıdır. The number of olduqda xəbərimiz cəmdə olmalıdır. Doğrudur, cəmdədir. The number of olduqda xəbərimiz təkdə olmalıdır. Lakin are verilib is olmalıydı. 2 cups of coffee mübtədada sözünə varsa, sözündən əvvəlki ismə baxıram. İsmim cəmdədirsə, xəbərim də cəmdə olmalıdır. Bu da doğrudur. Some problems cəmdədir, xəbərimiz isə has to təkdədir. Have to şəklində olmalıydı. Doğru cavabımız B variantı. 60-cı sualımızda qayıdış əvəzliyinin seçilməsi tələb olunur. Qayıdış əvəzliyi cümlənin mübtədasına əsasən yazılır. Cümləmizdəki mübtəda the scientist elm adamıdır. Elm adamı həm qadın cinsi, həm də kişi cinsi ola bildiyinə görə doğru cavabımız 1 və 4 C variantı. 61-ci sualımızda ardıcıl olaraqdan hadisələr baş verir. Hadisələr keçmişdə ardıcıl şəkildə baş verirsə, hər birisi keçmiş sadə zamanda olmalıdır. 62-ci sualımızda sayıla bilməyən isimlər soruşulur. Hər bir variantdan sadəcə bir sayıla bilən ismi çıxartsaq, doğru cavabımıza gələrik. Bıçaq, ən uşağı, maral, iş. Bunlar sayıla bilən isimlərdir. Doğru cavabımız D variantı. D variantındakı ev tapşırığı, uğur, qızıl sayılmayan isimlərdir. 63-cü sualımızda yiyəlik halı soruşulur. A variantında Daviddən sonra ing ilə sözümüz gəlir və cümlədə başqa bir xəbərimiz yoxdur. Demək ki, artıq burada is painting, yəni zaman forması feildir. B variantında got gəlib has got şəklində olmalıdır. D variantında kökdən dəyişən bir ismimiz var. Kökdən dəyişənlər təkdə və yaxud da cəmdə olmasından asılı olmayaraqdan bir qayda olaraq apostrof s ilə yiyəlik halına çevrilir. Y variantında isə apostrof s əvəzliyin üzərinə artırılıb, lakin yalnız və yalnız ismin üzərinə artırıla bilər. Doğru cavabımız C variantıdır. At the baker's çörəkçidə kimi tərcümə olunur. Bu tipli yiyəlik halda olan sözlərimizdən sonra isim tələb olunmur, çünki bu sözlərimizin isimləri ixtisar olunur. Bu sözlər sırasına daxil idi home, shop və office. Ekranın sağ tərəfində bununla bağlı paylaşma edəcəm. 64-cü sualımızda düşünmək üçün insanlara ideya təklif etmək. Doğru cavabımız C variantı. Təklif etmək. 65-ci sualımızda gəlin ikinci və üçüncü boşluğumuza baxaq. Birinci boşluqda sayıla bilməyən isim verilib, ikinci boşluqda isə sayıla bilən isim verilib. Bu səbəbdən a little ola bilməz. Çünki bunlar sayıla bilməyənlərlə istifadə olunur. Eyni zamanda else-dən sonra isim gələ bilməz. Beləliklə doğru cavabımız Y variantı. 66-cı sual modal feillərlə bağlıdır. Must-dan sonra to gələ bilməz. Outdan sonra to gəlməli idi. Had-dən sonra to gəlməli idi. İndi isə gəlin şərtə baxaq. But verilibsə əgər, artıq burada bir ziddiyyət anlamı vardır. Yəni birinci tərəf təsdiqlirsə, ikinci tərəf inkar və yaxud da əksinə olmalıdır. Lakin diqqət yetirmək lazımdır ki, birinci tərəfdəki yazdığım modal feilin ikinci tərəfdəki köməkçisi istifadə olunur. Məsələn, should not yazıramsa, ikinci tərəfdə də modal feilə uyğun olaraqdan should yazmalıydım. Lakin burada have verilib. Doğru cavabım D variantıdır. Had to birinci tərəfdə yazılıb, müvafiq olaraqdan bu hissədə inkar yazılmalıdır
və hətta onu inkara çevirmək üçün köməkçi olaraq didn't-dan istifadə olunur. 67-ci sualımızda by the time bağlayıcısı var. By the time bağlayıcısının sağ tərəfi keçmiş sadə zaman, digər tərəfi isə keçmiş bitmiş zaman olur. Doğru cavabımız A variantı. Helen evə çatana qədər ana axşam yeməyini bişirmişdi. Artıq ananın axşam yeməyi bişirməsi birinci hadisə kimi keçmiş bitmiş zamanda verilib. Daha sonrasında isə Helen evə çatıb. 68-ci sualımızda of all göstəricisi var. Bu üstünlük dərəcəsinin göstəricisidir. Doğru cavabımız C variantı. 69-cu sualımız mübtəda xəbər uzlaşmasıdır. Mübtədada sözünü varsa, sözündən əvvəlki sözə baxılaraqdan uzlaşma həyata keçirilir. Research təkdədir, have isə cəmdədir. Yanlışdır. Police həmişə cəmdə olan isimdir. Have şəklində verilib, doğrudur. There olan birləşmələrdə bu fiilə ən yaxın olan isimlə uzlaşma həyata keçirilir. Teatrlar cəmdə olduğuna görə are formasında verilməli idi. Yenə sözünü var, sözündən əvvəlki isim təkdədir, xəbərimiz isə is şəklində olmalıdır. Each of olduqda isə xəbərimiz yenə də təkdə is waiting formasında olmalıydı. 70-ci sualımıza nəzər yetirək. Birinci növbədə xəbərin altından xətt çəkək. Xəbərimiz təkdədir. Təkdədirsə əgər all və both ola bilməz. Çünki bunların xəbəri cəmdə olmalıdır. No-dan, eləcə də everydən sonra ümumiyyətlə of gələ bilməz. Doğru cavabımız A variantı. 72-ci sualımızda doğru cavabımız C variantı. Qeyd edir ki, ədəbiyyat oxuculara digər insanların səhvlərindən dərslər öyrənməyə icazə verir. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. Yetmişinci sualımızda mətn əsasən nə haqqındadır? Burada əsas ideyanı, yəni bütün mətni ümumiləşdirən fikri soruşur. Doğru cavabımız D variantı. Gənc bir qızın maneələri aşaraq başqalarına ilham verməsi. Bəli, mətnin bütün hissələri bu ideyanı dəstəkləyir. Çətin başlanğıc, fərqli olmaq, maneələri aşmaq, başqalarına yol açmaq və ilham vermək, bu kimi hissələr mətnimizdə qeyd olunub. A variantı yanlışdır. Gözəllik müsabiqələrində modellərin qarşılaşdığı problemlər, bu yalnız kiçik bir hissədə verilir. B variantı, Halima Ədinin Kenyada oxuyarkən yaşadığı çətinliklər, xeyr, oxumaqdan ümumiyyətlə bəhs edilmir. C variantı, ABŞ-da gözəllik müsabiqələrinin tarixi, xeyr, mətn bir insanın həyat hekayəsindən bəhs edir, tarixdən yox. E variantı, Halima Ədinin iradəsizliyi, tam əksinə mətn onun güclü iradəsindən danışır. 73-cü sualımızda doğru olan variant tələb olunur. A variantı, Halima Ədin Miss Minnesota USA müsabiqəsində ən yaşlı iştirakçı idi. Yaşıla bağlı heç bir müqayisə verilmir. B variantı, Halima Ədin heç bir çətinlik yaşamadan dünya üzrə məşhur model oldu. Heç bir çətinlik olmadan məşhur olduğu hissəsi yanlışdır. Ölkədə çətinliklər, moda dünyasında təzyiqlər kimi müxtəlif problemlərlə qarşılaşmışdı. C variantı doğrudur. Halima Ədin karyerası boyunca güclü motivasiya və ümid nümayiş etdirdi. Mətndə bu dəfələrlə vurğulanır. D variantı yanlışdır. Halima Ədin müsabiqələrdə ənənəvi geyimlər geyinməməyi üstün tuturdu. Əksinə, dəyərlərinə sadiq qalması qeyd olunur. E variantı, moda dünyasında təzyiqlərlə üzləşdikdən sonra modeli karyerasını dayandırdı. Bu da yanlışdır. Çətinliklərə baxmayaraqdan davam etdirdi. 74-cü sualımızda cümləni mətnə əsasən tamamlayın. Həyat hekayəsi göstərir ki, doğru cavabımız C variantı. Şəxsi dəyərlərə sadiq qalaraq uğur qazanmaq olar. A variantı. Uğur qazanmaq üçün mədəni kimliyi görməzdən gəlmək lazımdır. Yanlışdır. B variantı. Yalnız gözəllik müsabiqələrini qazanmaq uğuru təmin edir. Yanlışdır. D variantı. Ənənəvi geyim məqsədlərə çatmaq üçün maneədir. Yanlışdır. Moda karyerası həmişə asandır və problemsiz olur. Xeyr, asan deyil. 75-ci sualımızda mətnə əsasən sual üçün düzgün cavabı seçmək tələb olunur. Hicab və bədəni tam örtən çimərlik geyimi geyinməsi Halimanın karyerasına necə təsir etdi? Birinci, o, böyük bir gözəllik müsabiqəsində bu geyimləri geyinən ilk iştirakçı oldu. Bu doğrudur. 2. Bu geyimləri geyinməsi onun dünya miqyasında diqqət çəkməsinə kömək etdi. Bu da doğrudur. Bu, ailə üzvlərinin ona verdiyi dəstəyi itirməsinə səbəb oldu. Bu yanlışdır. Ailə üzvləri ilə bağlı ümumiyyətlə məlumat verilməmişdi. 4. Bu, onun moda modeli kimi fəaliyyətini dayandırmasına məcbur etdi. Bu da yanlışdır. Əksinə müqavilə imzaladı və model olaraqdan davam etdi. Doğru cavabımız A variantı. 76-cı sualımızda ikinci abzasdan verilən tərifə uyğun olan sözü yazın.
Bir fəaliyyətə və ya tədbirə qatılan şəxs. Participant tədbirdə, yarışda, fəaliyyətdə iştirak edən şəxs deməkdir. İkinci abzasda işlədilmiş feilin yaxın mənalı sözünü yazın. Doğru cavabımız captivate sözüdür, yəni heyran etmək, diqqəti cəlb etmək anlamındadır. 78-ci sualımızda cümləni mətndəki məzmuna uyğun olaraq ən az 2 sözü dəyişərək tamamlayın. Bu testimizin cavabını ekranın sağ tərəfində detallı formada paylaşacağım. Eyni zamanda siz də öz cavablarınızı şərhdə qeyd edə bilərsiniz. 79-cu sualımızda suala öz fikrinizi ifadə edərək cavab yazın. Ən az 3 cümlə olmalıdır. Sualımız bu şəkildədir ki, insanlar çətinliklərlə üzləşdikdə onları aşmaq üçün nə etməlidirlər? Bununla bağlı da öz cavabınızı şərhdə qeyd edə bilərsiniz. Dinləmə mətni olmadığı üçün təəssüf ki, cavabları sizinlə paylaşa bilmirəm. Lakin dinləmə mətnini əldə etdikdən sonra cavabları şərhdə qeyd etməyə çalışacağam. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, həmçinin kanala abunə olaraqdan şərh yazmağı unutmayın.